Salam Narıngül xanım. Narıngül Salam. xanım, siz Livgood kompaniyasının əməkdaşısınız bilirəm də və o məhsullardan istifadə edirsiniz və dediyinizə görə gözəl nəticələr almısınız. İstəyərdim bilim görüm siz hansı məhsullardan istifadə etmisiniz və hansı nəticəni almısınız. Zəhmət olmasa bunun haqqında bir iki kəlmə deyərdiniz. Yeganə xanım, mən 4 məhsuldan istifadə eləmişəm. Biri Faktor 4'dür. Biri CBD yağıdır. Sonra vitamin D3, K2'dir. Bir də ki magnezyumdur. Bu 4 məhsul mənə çox gözəl təsir elədi. Ən çox sevdiyim isə mənim Faktor 4'dür. Bu iltihab əleyhinədir. Çünki mənim xroniki bronxitəm mən və çox əziyyət çəkirdim, nəfəsim çatmırdı, yeriyəndə təng nəfəs olurdum. Bu məhsulu qəbul eləyəndən sonra bu zadaladığım şeylərin hamısı məndən gedib, mən çox rahat nəfəs ala bilirəm və çalışıram ki, başqa məhsullardan da istifadə edeyim. Məsələn, istifadə elədiyim CBD yağı, bu çox gözəl yağdır. Bunun vasitəsilə mənim qolumda yıxılmışdım. Qolumda bir şiş vardı. Qolumda şişim vardı və bu şiş bir müddətdən sonra hiss elədim ki, gedib yoxdur. Çünki qoluma əl vuranda çox ağrıyırdı. CBD yağı vasitəsilə mən bilirəm ki, bu şişim də getdi. Sonra ayaqlarımda çox şişkinlik olurdu. Yay zamanlarında mən gəzə bilmirdim. Və əvvəl aldığım ayaqqabılar ayağıma olmurdu. Hər il yeni ayaqqabılar almağa məcbur olurdum. Bu məhsulun istifadəsindən sonra artıq bu il məndə qətiyyən şiş olmadı. Vitamin D də belədir ki, 30-40 yaşından sonra vitamin D içmək çox vacibdir. Deməli, magnezyum da mənə nə də kömək elədi. Mən 15 ilə yaxın yuxusuzluqdan əziyyət çəkirdim. Bu məhsulların hamısını bir yerdə qəbul eləyəndən sonra artıq mən yuxusuzluqdan da qurtulmuşam. Çox gözəl yatıram, rahat nəfəs alıram. Bu məhsullar mənə çox gözəl təsir eləyib və çalışıram ki, bundan sonra da bu məhsullardan hər zaman əl çatan olsun mənim evimdə, mənim yanımda olsun ki, heç zaman bir daha belə xəstəliklərdən əziyyət çəkməyim. Çox sağ olun Narıngül xanım.